Bakının müxtəlif yerlərində baş verən bir neçə insident son zamanlar ictimai mühitin, ailə-daxili münasibətlərin və psixi sağlamlığın vəziyyətinə dair cəmiyyətə ciddi siqnallar göndərir. Haddini bil! Haddini bil! Sen orada sana çatası bir şey yoktur. Ondan da özür dilerim. İctimai nəqliyyatda baş verənlər yalnız fərdi aqressiyanın ifadəsi deyil. Daha dərindən baxdıqda sosial-psixoloji gərginliyin və emosional tənzimləmənin olmamasının nəticəsidir. Bu hadisələrin hər biri ayrı-ayrılıqda narahat edici olsa da, onları birləşdirən ortaq məqam cəmiyyətin psixoloji sağlamlığında yaranan çatlar və bu sahədə olan boşluqlardır. Bəzən bir sərnişinin səbirsizliyi, bəzən bir valideynin emosional partlayışı, bəzənsə sürücünün nəzarətdən çıxmış reaksiyası bir yerə toplandıqda cəmiyyətin güzgüsündə bulanıq bir mənzərə yaradır. Burada əsas məsələ sadəcə davranış pozuntusunu qınamaq yox, bu davranışların kökündə dayanan səbəbləri başa düşmək və bu səbəblərlə sistemli şəkildə mübarizə aparmaqdır. Bu hadisələr həm fərdlərə, həm ailələrə, həm də dövlət və ictimai institutlara bir çağırışdır. İnsanların emosional tənzimləmə bacarıqları zəifdirsə, stresslə necə başa çıxmağı bilmirlərsə, münaqişə anlarında aqressiyaya meyil göstərirlərsə, bu artıq fərdi problem deyil, ictimai problemə çevrilir. Cəmiyyətdə psixoloji rifahın artırılması üçün maarifləndirmə, empatiya və sosial məsuliyyət, ailədə ünsiyyət, xidmət sahəsində psixoloji hazırlıq istiqaməti üzrə fəaliyyət vacibdir və mütləqdir. Nəticə olaraq bu insidentlər sadəcə hadisə deyil, psixoloji sağlamlıqla bağlı xəbərdarlıq siqnallarıdır. Bu siqnalları vaxtında düzgün oxumaq və ona uyğun tədbirlər görmək isə daha sağlam, anlayışlı və təhlükəsiz bir cəmiyyətin qurulması üçün mühüm şərtdir. Unutmayaq, psixoloji rifah hər bir fərdin deyil, bütün cəmiyyətin məsuliyyətidir.